İslamın rəngi yoxdur qardaşlar. İslamın milliyyəti yoxdur. İslamın ölkəsi də yoxdur. Bu kimi şeylərin heç biri İslamda yoxdur. Bəs İslamda nə var qardaşlar? La ilahə illallah Muhammedən Rasulullah. Siz qardaşsınız, vəssalam. Səhabələri də bax belə yetişdirirdi Allah Rəsulu sallallahu aleyhi və səlləm. O demirdi onlara, siz Məkkədənsiniz, mən Mədinədənəm. Xeyr, belə şey yoxdur İslamda. İslamın gücü də məhz elə bundadır, birlikdədir, qardaşlıqdadır. Təəssüflər olsun ki, qeyri-müsəlmanlar da bunu bildilər. Bildilər ki, İslamı yox etmək üçün müsəlmanların arasına ayrılıq salmaq lazımdır. Və günümüzdə bunu da görürük. Bu ayrılıq artıq içimizdədir. Zəhər artıq içimizdədir. Onların məscidi bizim məscid. Onlar və biz. Onların şeyx bizim şeyx. Allahu Ekber, nə baş verir axı? Nə baş verir kişi? Kimin sünnəsini yaşayırsınız siz? Kimin sünnəsidir axı bu? Qardaşlar, biz qardaşıq. Biz qardaşıq. Allah Rəsulu sallallahu aleyhi və səlləm demişdi ki, xahiş edirəm bu sözə diqqət edin, mənaya diqqət edin. Bu ümmət bir bütöv bədən kimidir. Bir bədən. Yəni o bədənin bir üzvü xəstə olarsa, ağrıyarsa, bütün bədən bunu hiss edər, narahat olar. Yəni hardasa o orada əziyyət çəkən bacı, qardaş var. Əşi, ondan mənə nə var deyə bir şey yoxdur İslamda. Onlar da bax bu bədənin parçasıdırlar. İslam budur. Necə olur ki, bu balaca barmağın ucunda olan yaranın ağrısı bu əli yatmağa qoymur? Niyə də? Niyə bu barmağa görə bu əl yatmamalıdır? Ona görə ki, bu barmaq bu ələ birləşir. Bu əl də bu qola birləşir. Bu qol da bu bədənə birləşir. Eləcə də bütün bədən üzvlərimiz də bu bədənə birləşir. Bax bunu deyirdi bizə Allah Rəsulu sallallahu aleyhi və səlləm.